Bu psixoloqdur. Bu isə psixiatrdır. Bəs səncə fərq nədədir? Psixoloq insanların davranışlarını, emosiyalarını və psixoloji problemlərini öyrənən mütəxəssisdir. O, söhbət və müxtəlif psixoloji metodlarla insanlara kömək edir. Psixiatr isə tibb təhsili almış həkimdir. O, psixi pozuntuların diaqnozu, müalicəsi və lazım olduqda dərman təyin edilməsi ilə məşğul olur. Bu Down sindromudur. Bu isə autizmdir. Bəs səncə fərq nədədir? Down sindromu insanın əlavə bir xromozomla doğulduğu genetik vəziyyətdir. Bu vəziyyət həm xarici görünüşə, həm də inkişaf xüsusiyyətlərinə təsir göstərə bilər. Autizm isə insanın ünsiyyət, davranış və ətraf mühiti qavrama xüsusiyyətləri ilə əlaqəli inkişaf vəziyyətidir. Autizm xromozom dəyişikliyi nəticəsində yaranmır. Bu Asperger sindromudur. Bu isə şizofreniyadır. Bəs səncə fərq nədədir? Asperger sindromu autizm spektrinə aid olan neyroinkişaf xüsusiyyətidir. Bu insanlar adətən sosial ünsiyyətdə çətinlik yaşaya, lakin reallığı normal qavraya bilərlər. Şizofreniya isə psixi pozuntudur. O, insanın düşüncəsinə, davranışına və reallığı qavramasına təsir göstərə bilər.